Növbəti dinləmə mətnində qarşınıza çıxa biləcək sözlər bunlardır. Daha doğrusu içində ifadə də var. Məsələn, train of thought. Nə deməkdir? Train of thought. Yəni fikir axını, düşüncə axını. Bu ifadəni daha çox belə bir cümlədə eşidə bilərsiniz. I lost my train of thought. Məsələn, bu formada, yəni yadımdan çıxdı, nə deyəcəyimi unuttum. Növbəti ifadə on track, yəni plan üzrə, düzgün yolda. Məqsədə uyğun şəkildə. Məsələn, the project is on track to finish by June. Yəni layihə iyunadək bitmək üçün plan üzrə gedir. Yəni necə fikirləşmişdilərsə, hansı məqsəd güdmüşdülərsə, bax o məqsəd üzrə də gedir. Hər şey istədikləri kimi gedir. On track. Bəs failure, yəni uğursuzluq, məhv, nəyisə işləməməsi, məsələn, cihazların. Məsələn, the experiment was a failure. Yəni təcrübə uğursuzluqla nəticələndi. Uğursuzluq oldu təcrübə nəticəsində. Bəs handy nə deməkdir? Handy, yəni əlverişli, faydalı, əl çata bilən, asan istifadə edilə bilən, yaxınlığı göstərir. Məsələn, hər hansı bir alət sizə yaxındırsa ona handy deyə bilərsiniz. Məsələn, keep a small torch handy for emergencies. Yəni təcili hallar üçün kiçik torch, yəni fənəri əl çatılan bir yerdə saxla. Remedy isə çarə, müalicə, dərman, hər hansı bir şeyin həll yolu, müalicə metodu. Bu tibbdə də istifadə olunur, bir də ki, ümumi məsələlərdə də, yəni hər hansı bir məişət məsələsində də dərman, əlac mənasında istifadə oluna bilər. Məsələn, honey and a lemon is a common home remedy for a sore throat. Yəni bal və limon boğaz ağrısına qarşı geniş yayılmış ev müalicəsidir.